Sağ olun dostlar, kanalıma hoş geldiniz. Hoş gördük. Yani kısa bir müddetten sonra yenisinin görüşüne geldi ve çok maraqlı bir mövzu hakkında sizinle söhbət edeceğim. Bugün size çok maraqlı bir mövzu resepti vereceğim. Çok maraqlı bir resept vereceğim. Çok zengin bir sayfa marif. Burada komponent var. Ancak her birisi bir həkimdir. Buraya giderek komponent her birisi bir həkimdir. Yani bu mövzu olan yerə həkim lazımdır. Bu mövzunun sayıda varsa öbürdə həkim lazımdır. Bak, bu mövzunun həkimine gedir. O hindi. O hindi doktor bitkidir. Bu doktordur. Yani bu olan yerdə həkimə lazım. Ehtiyac yoktur. Sonra qarız dirə 50 gram, o hindi 50 gram. Propolis 20 gram. Propolis özü elə həkimidir. Propolis kimi ikinci bir madde ben tanımam ki, ikinci böyle bir madde olsun. Təbii qida arı məhsuludur və təbii qidadır. Həm təbii antibiotikdir, həm mikrobları məhv edir, həm də immuniteti gücləndirir. Yəni ikinci belə bir şey yoxdur. Bir də bal yarmışam. Bal da ki şifa mənbəyidir. Lap qədim ilk qida maddəsidir və lap qədimdən bunu dərman kimi istifadə edirlər. Hələ dərman olmayan vaxtında baldan istifadə edirlər. Ona görə də bu məzun hər bir evdə olmalıdır. Çünki mən sizə həmişə deyirəm ki, birazcık xəstələnən kimi uşaq böyük fərqi yoxdur. Siz həkimə qaçırsınız, antibiotik. Həkimə deyir ki, mənim üçün antibiotik yaz. Və uşaqlarımıza özü antibiotik vurdurursunuz və bu ilə də işinizi bitmiş hesab edirsiniz. Ancaq mən ki deyirəm ki, siz antibiotik istifadə eləməyin. Bunların çox fəsadı vardır. Çünki təbiətdə bizim bilmədiyimiz antibiotiklər çoxdur. Və çalışaq ki, bunlardan istifadə edək. Və mən bu mübahisə həmişə vaxtı gəldiyində mən mübahisə deyirəm ki, bu təbii antibiotikdir. Və sonra mən sizə antibiotik haqqında danışmıram. Fikir verin ki, kim mənim kanalımı izləyirsə, onlar deyir ki, orada çoxlu materiallar var təbii antibiotik haqqında. Demək ki, bu məzunun hazırlayın və hər evdə olması vacib olan bir məzundur. Çox asan bir, yəni hamısı da tapılan bir şeylərdir. Bunun üçün uzağa getmək lazımdır. Adi bir, yəni fitokulu harda varsa fitokulu müraciət edin və bunların hamısı onu tapacaqsınız. Hazır qoyun ki, kim xəstələnsə uşaq böyük fərqi yoxdur. İlk növbədə uşaqlar lazımdır. Çünki ən çox tez xəstələnən uşaqlar olur. Çünki məktəbə gedirlər, ya bağçaya gedirlər. Yəni bağça yaşından yuxarı uşaqlara vermək olar. Mən demirəm, lap körpələr olmaz. Hətta böyük uşaqlar, bağça yaşından yuxarı uşaqlara hamısı ya da məktəb yaşlı uşaqlara hamısına vacibdir bu məcmundan istifadə etmək. Elə ki, xəstənin məcmununa verin ki, ya üçün xəstəlik yayılır məktəbdə filan, bunlar vermək lazımdır ki, uşaqları yoluxmasın, yolsa da tez sağalsın. Çox vacib bir məcundur. Təbii antibiotikdir. Bundan başqa bu orqanizmi qüvvətləndirir, immuniteti gücləndirir. Ondan sonra həzmə kömək edir, qanı təmizləyir. Ondan sonra yararsızlıq xüsusiyyətə malikdir. Mərkəzi sinir sistemini sakit etsin, mikrobları öldürür. Qaraciyər öz pisliyi xəstə edəndə, sonra qan altlarında qaşınma, ekzema, sarılıq, qanı xəstələrində buna istifadə etmək, qastritdə, öskürəkdə, bronxitdə, sonra uşaqlar quz xəstəliyində buna istifadə etmək var. Orqanizmin nə qədər faydaları var. Yəni təkcə immuniteti gücləndirməkdən başqa, təkcə orqanizmi gücləndirməkdən başqa görün nə qədər bu məcmunun faydaları var. Yəni orqanizmə hormonların cəlbin çalışmasına kömək edir. Ondan sonra antibiotik təsiri var. Bədənin iltihabı çıxarır və bədəndəki damar tıxanmalarının qarşısını alır. Antibakteriyal, antiseptik təsirə malikdir. Qüvvətli mikrob öldürücü təsirə malikdir. Ürək, mədə, qaraciyər, akciğer kimi orqanların demək ki, qüvvətləndirir. Köpmənin qarşısını alır, qanın ağrını azaldır. Bax, görürsün, mən bunun faydalarını sanmağa içmək olmur. Yəni, o qədər faydaları var ki, məcunun. Ona görə də bütün bu faydalarına görə hər bir kəs bu evdə bunu hazırlayıb, bundan istifadə edilməlidir. Qan dövranını gücləndirir. Onsuz nə bakteriya, virusları məhv edir. Həmçinin immun sistemini gücləndirir.
Yəni də bundan gözəl bir şey ola bilməz ki, bax bu qədər faydalı xüsusiyyətləri var ki, bundan gözəl bir şey ola bilməz. Aha, qanad oldu, təzyiqi normallaşdırır. Bakın bu bir xüsusiyyəti var, qanad oldu, bu təzyiqi normallaşdırır. Qanad olunursa bu demək çox gözəl bir şeydir. Yəni mənim kimi yaşlı adamlar üçün bu çox faydalıdır ki, qanad oldu. Bu əla bir şeydir. Yoxsa biz ömür boyu kardiomanı içirik. Bundan gözəl istifadə edin. Göbələk operasiyaları məhv edir. Ondan sonra gör nə qədər faydalı xüsusiyyətlər. Orqazmə gedən qozulma prosesini ləngidir. Yəni antioksidantdır da, yəni xəstələrin qarşısını alır və orqazmə gedən qozulma prosesini ləngidir. Yəni antioksidantlar zəngindir. Baxın ki, bir antibiotik məcnundan antioksidantlar olurdu. Gör nə qədər gözəl faydalı, nə qədər çox faydalı var bu məcnun. Baxın bu hava daha da soğuğa doğru gedir, hava soğuyur. Demək bu gec olsa hava soğumaya başladı. Ona görə də bu məcnunu indi hazırlayın və hər kəs indi bunu hazırlayıb hazır qoysun. Heç soğucuda qoymağa da ehtiyac yoxdur. Çünki hava soğudur. Evin sərin yerində bunu saxlayın və səhər hər bir kəs bundan bir uşaqları yarı çağırışıb, öyle bir çağırışıb bunu istifadə edin. Evdən çıxanda bunu istifadə edin ki, xəstələri yoxlayasınız. Bütün bu sağlığın müxtəlif keyfiyyətlərinə görə bu məcnundan istifadə etmək, bunu hazırlayıb evdə saxlamaq vacibdir. Hər bir kəs bunu hazırlasın və evdə uşağı böyük hər bir kəsə bu vacibdir. Yaşlı adamlarda daha çox vacibdir ki, bu qanad oldu və qozulma prosesi ləngidir. Elə canlılar orta yaşlar lazımdır ki, bu demək ki, qozulma prosesi ləngidirsə, bu demək hər bir kəsə vacibdir. Yəni qeyd edim ki, bu məcnun uşağa, böyüyə hər bir kəsə vacibdir və hər bir kəs bundan istifadə etməlidir. Bir də sağlayalım ki, tərkibinə gedir ud hindi, qazilə, propolis və bal. Ud hindi qazilə 50 qram, propolis 20 qram, bal yarım kilo. Bir də burada hazırlamağı belədir ki, ud hindi qazilə un şəkildə bir-birinə qatılır. Propolis qoyursunuz bir buzdolabına, bir gün qalır buzdolabında, sonra bunu süzgəcdən keçirirsiniz, balını qatıyorsunuz. Məcnunumuz hazırdır. Çox asan hazırlaması var. Demək ki, çox da dediyim kimi çox da aşırı vaxtlı olması demək. O qədər zəngin bir tərkib malik məcnundur ki, ona görə də elə darlı gəlir. Ancaq mən şimdi vaxtını çox almaq istəmirəm, özümün çox daşıyan yolu var. Ona görə də və sizə deyirəm ki, bu məcnunu hazırlayın və istifadə edin. Yenə deyirəm ki, kimin kitab çarəsiz qalmaq kitabı yoxdur. Kitabı alınma bu məcnunlar hazır kitab əlinizə atılırsa, elə bilin ki, evdə sizdə bir həkim var. Bu məcnunlar əlinizə atılırsa və hər bir xəstəyə qarşı orada məcnunlar və çaylar var. Alın və istifadə edin. Çox danışmıram, bu qədər, həlik bu qədər. Sonra onu deyirəm ki, kim ki mənim kanalıma abunə deyil, kanalıma abunə olun. Videoları bəyənin, paylaşın, daha çox adam faydalı məsələdən istifadə edilsin. Gələn görüşlərdə.